Alo. Salam dəyərli izləyicilərimiz, xoş gördük hər birinizi. Demək belə bir evimiz satışdadır dəyərli izləyicilərimiz. Masazır qəsəbəsindədir. Yerləşmə yeri əladır. Həm əsas yola yaxın, həm Araz marketə yaxın, ikinci Arazda, həm 2 saylı orta məktəbə yaxın və tam yaşayışlı bir ərazidir. 2.8 sotda inşa edilib, 2 mərtəbə, 4 otaq, beton monolitli, həyətinin bağı, bağçası, bir sözlə styaşka verilib, mərkəzi kanalizasiya sistemi və sənədləri də tam qaydasında. Evin həm bu hissəsində yeri var, həm bu bir hissəsində yeri var. 3 sota yaxındır, 2.8 təqribən. Küçədə də saxlaya bilərsiniz, var. Yenə də belə bir tikilisi var, dəyərli izləyicilərimiz. Artıq əşyalar yerləşdirmək üçün həyət sanuzeli, kebabxanası, əlavə su bakı. Yenə də buradan çəkiliş edək. Yəni tam hazır demək olar ki, yəni belə əşyalar üçün yararlıdır, geniş də həyətdir. İstəsəz buranı. Bu su da dəyərli izləyicilərimiz, yəni bu bakın, su bakının suyudur. Təmizlənib həyətdə görürsünüz. Qiymət də ideal bir qiymətdir, həqiqətən də çox ucuz. Yenə də girişdə bax, kombi üçün belə bir yer. Keçək indi evimizə. Qəşəng balkon sahəsi. Keçdik daxilə, proyekt necədir? Sağda qəşəng qardırobu, paltar asmaq üçün, sanitar qovşağı, bütün aksesuarları ilə. Koridorda genişdir, mətbəxdir dəyərli izləyicilərimiz. Sadəcə olaraq uşaqlar oradadır. Çəkilişimizdə dəyərli izləyicilərimiz çalışırıq ki, maksimum dərəcədə sizləri məlumatlandıraq. Baxın, salonda birinci mərtəbədə, qəşəng geniş, pləkanın da altında xırda da olsa bir kladovkası, qəşəng tavanı işlənilib. Üstdə də 3 otaq yerləşir. İrəliləyən dəqiqələrdə çəkib təqdimat edəcəm. Mətbəxdəki tam dolu bir mətbəxdir dəyərli izləyicilərimiz. Dediyim kimi, bəzi səbəblərə görə çəkiliş edə bilmədik, ancaq normal bildiyiniz bir mətbəx. Üstdə də ki, qəşəng ava formasında işlənilib, geniş qoyusu. Demək olar ki, əşyalıdır, bir-iki xırda para şeylər götürüləcək. Bütün otaqlarında pəncərəsi və heç bir qonşunun da bir maneçiliyi yoxdur. Həyətlərinə baxır, öz həyətinə. Normal standart otaqlar. Otaqlarda gördüyünüz hər bir əşyalar bunlar qalacaq. Hər otağın öz, yəni sadəcə bir daha təkrar edirəm, şəxsi əşyalar götürüləcək, kondisioner də var. Bu otaqdakı pəncərədə yenə həyətdir, dəyərli izləyicilərimiz, yəni bitişik ev deyil, evlər arası məsafə var. Qiymətdəki 120 manat. Təqribən 3 sota yaxın. Həqiqətən belə bir yerdə, belə bir qiymətə ev yoxdur. Baxın, dəyərləndirin. Yenə də ola bilsin, reallıq əsasında da bu qiymətdən də endirim olunacaq. Təbii ki, reallıq əsasında çıxarışdır. Tam sənədlər qaydasında. Əlavə suallarınız olarsa, buyurun, müraciət edə bilərsiniz. Sağ olun, sağlıqla qalın.